mübarəkə Şəms surəsinin 9-cu və 10-cu ayələrində Allah Quranda buyurur: "Qəd əfləhə mən zəkkaha və qəd xabə mən dəssaha." Öz nəfsini təmizləyən kimsə mütləq qurtulub, onu körləyib batıran mütləq uduzub. Hikmət və elm sahiblərinin nəzərində elm 3 hissəyə bölünür. Birinci, üsul-i-din, yəni dinin əsasları. Uşaq vaxtı öyrədirdilər, üsul-i-din, furu-i-din, imamların adı. Amma bugün çox az adam bilir, qoy deyim sizə, üsul-i-din neçə dənədir, furu-i-din neçə dənədir, imamların adını ardıcıl soruşsun, hələ bir bəhanə götürəcək. Biri deyəcək, yaşlanmışam, yadımda qalmayıb, biri deyəcək. Amma bunun üstündə lazımdır ki, bir məşq eləmək, bir fikirləşmək görəsən, mən döşüm bilmirəm hələ üsul-i-dini ya furu-i-dini filan. Furu-i-din, yəni şəriətin hökmləri və üçüncü, əxlaq elmi. İnsan uzun müddət ibadətlə məşğul olar, zəhmət çəkər. Amma malik olduğu pis bir sifət, görürsən, onu axırda həlak eləyər. Məsələn, təkəbbürlü olmaq. Necə ki, Quran-ı Şərifdə buyurur, mələklərin hamısı səcdə elədilər, iblisdən başqa. O təkəbbür elədi və kafirlərdən oldu. Allah tərəfindən mələklərə ki, əmr olundu, Həzrəti Adəmə səcdə eləsinlər, yalnız məlun şeytandan başqa tamam mələklər bir Adəmə səcdə elədilər. Şeytan Allahın əmrinə müxalif olaraq dedi. Nə dedi? Mən Adəmdən yaxşıyam. Çünki mənim təbiətim otdandır, onun təbiəti torpaqdan. Heç vaxt ona səcdə eləmərəm mən. Həzrəti Əmirəl-Müminin Əli əleyhissalam buyurub, ey insanlar, şeytanın başına gələn əhvalatdan ibrət götürün ha. Sözə bax, şeytanın başına gələn əhvalatdan ibrət götürün və təkəbbür eləməyin. Baxın, görün Allah bir şeytanla necə rəftar elədi. Neçə min il elədiyi ibadətlər bir dəfə səcdədən boyun qaçırmaqla batıl oldu, getdi heçə. Dünyada təkəbbür eləyən, Allahın zikrindən üz döndərən şəxs dünya və axirətdə zəlil olacaq. Allah Quranda buyurur, mənim sözümdür, Allahın zikrindən üz döndərən şəxsin həyatı sıxıntılı olar və axirətdə kör halda həşr olar. Xülasə insan Allahını tanımaq üçün özünü tanımalıdır, kim olduğunu bilməlidir, hardan gəldiyini bilməlidir, hara gedəcəyini bilməlidir. Qoyacaqlar birdən qaranlıq otağa. Qoyacaqlar birdən qaranlıq otağa, möhkəm də bağlayacaqlar, çıxıb gedəcəklər. Allahın məmurları gələndə, o qorxulu vəziyyətdə bir səs gələcək Allah tərəfindən. Bunlar üçün öldürürdün özüvi, bir ömür. Bunlar üçün öldürürdün özüvi. Qoydular səni, getdilər. Qoydular səni, getdilər. Mən deyirdim sənə, bunlara bel bağlama. Faydası yoxdur bunlara bel bağlamağın. Amma sən qulaq asmadın. Nə vəfasız imişlər bunlar. Özü hara getdilər, adamı yandırır, öz mallarından da yox, sənin malından küftə yeməyə. Qoydular, getdilər, kişini burada. Tez elin, gəlin, gedək, cəmaat bizi gözləyir. Xorek soğudu. Bir ömür halal demədin, haram demədin, bunlara görə düzdün, tikdin, qoşdun, daşıdın, götürdün, gəldin. Bu da axırda. İmam Zeynil Abidin Aleyhisselam buyurur, təkəbbür və fəxr eləyən adama təəccüb edirəm ki, əvvəli murdar nütfə olub, axırı da üfunətli meyit olacaq. Meyitdən də hamısı iklənir. Özü də
Deyirlər, tez aparın, bastırın. Niyə görə? İyi gəlir axı. Odur ki, buna görə də kim desə mən başqalarından yaxşıyam, Allah Teala onu zəlil eləyər və zəif eləyər. Allah onu zəlil eləyər, sındırar cəmaatın gözünün qabağında. Kimin yanında ki demişdi, mən səndən artıqam, mən səndən yaxşıyam. İzzəti Allah verir. İzzət qol gücü ilə ələ gəlmir. Əgər Allah bir kəsi zəlil və zəif eləmək istəsə, tamam insanlar onun köməyinə gəlsələr, heç faydası olmayacaq. Amma əgər Allah bir kəsə izzət və hörmət bəxş eləmək istəsə, tamam insanlar onu zəlil eləmək istəsələr, bacarmazlar. Yazırlar, Allah Teala dənizləri yaradanda dalğalar təlatümə gəldilər. Ki bizim məğlub, kim bizi məğlub edə bilər? Allah yeri suyun üzərində qərar verdi. Yer fəxr elədi, dedi Allah, məni kim məhv edə bilər? Allah dağları yerin üstündə qərar verdi. Dağlar da fəxr elədilər. Ki bizdən uca, bizdən əzəmətli. Allah dəmiri onlara qalib qərar verdi. Dəmir, külün günən görsən, o dağı da qazıyırlar, aradan aparırlar. Dəmir fəxr elədi. Allah odu ona qalib qərar verdi. Su, külək fəxr elədilər. Nəhayət insan fəxr elədi. Mən bütün məxluqatdan üstünəm dedi. Allah ölümü insanların üzərində qələbə çaldırdı. Qalib qərar verdi. Əgər ölüm olmasaydı insan heç vaxt təvazökar olmayacaqdı. Buna görə də İnsanın malı dövləti çox olanda, keyfi kök olanda istədiyi kimi tüğyan eləyir. Amma insan düşünəndə ki, ölüm haqdır, axırda hər bir kəs ölməlidir, bir qədər aram olar və ibrət alar. Sonra ölüm də fəxr elədi. Ölüm də fəxr elədi. Allah buyurdu, mən sənin də başını kəsəcəyəm. Belə deyilən cənnətlə cəhənnəmin arasında Allahın əmri ilə ölümün başını kəsdilər. Xülasə hər şeyi bir-birinin müqabilində fəxr elədilər. Belə olan halda Allah Teala Kərbəla torpağına buyurdu, danış və Allahın sənə bəxş elədiyi fəzilətləri bəyan elə. Kərbəla torpağı nitqə gəldi. Dedi, mən mübarək torpağam. Allah mənim suyumda və torpağımda şəfa qərar verdi. Ancaq bu fəzilət mənim təkəbbür və fəxr eləməyimə səbəb olmayıb. Əksinə Allahın mənə bəxş elədiyi bu böyük neymətə görə başımı aşağı salmışam, Allaha şükr edirəm və həmd edirəm. Buna görə də Allah Teala bu torpağı başı uca elədi və Həzrəti Seyyid-i Şəhədanı onda dəfn elədi. Məlumdur ki, hər bir məxluq özünə xas olan bir tərzdə iftixar edir, öyünür. Amma fəxr eləmək xisləti bəşər evladının arasında çox geniş yayılıb. Sən bilirsən mən kiməm, sən bilirsən mən kimlərdənəm, sən bilirsən mən kimin oğluyam. Nə olsun axı? Axı nə olsun, göydən zəmbillə düşmüsən. Hamımız bir anadan, bir atadan əmələ gəlmişik. Bəziləri var dövlətə görə, bəziləri sərvətə görə, bəziləri övladının çoxluğuna görə, tayfasının böyüklüyü ilə iftixar edənlər, bəziləri də mülkə görə, səltənətə görə fəxr edirlər. İftixar edən zalim xəlifələrdən, padişahlardan biri də Yezid idi. O düşünürdü ki, yer üzündə onun misli bərabəri yoxdur. Hamı üzərində hökümranlıq eləməyə, hətta Peyğəmbər övladı Hüseyin ibn Əlini öldürüb, Əhl-i Beytini də əsir eləməklə fəxr edirdi. Amma onun bu zənni böyük bir səhv idi. O elə bir iş görmüşdü ki, tamam asiman və yer əhli ona lənət edirdi. Onu və ona tabi olanların adı məhv oldu, əbədi əzaba məhkum oldular. Amma baxın Hüseyin ibn Əliyə, günbəgün onun mübarək adı dünya və axirətdə ucalır. Bugün Yezidi sevməklə iftixar edən bir kəs var, görəsən yoxsa yoxdur. Kim deyir ki, ya mən Yezidi sevirəm və bu ilə iftixar edirəm? Var belə bir adam, yox.
Amma İmam Hüseynin aşiqləri və dostları o Həzrətin məhəbbətini qəlblərində saxlamaqla iftixar edirlər. Hara baxsan o Həzrətin mübarək adının uca tutulduğunu görərsən. Hansı şəhərdə, biyabanda və hər hansı bir evdə ya Hüseyn zikri ucalırsa, bu oranın sakinlərinin günahlarının bağışlanmasına səbəb və nicat tapmaları üçün bir vasitədir. Biz İmam Hüseynin tərəfdarları sayılırıq. Bugün mərsiyə var, kaş bugün bu dəmdə olaydı Kərbəlada, kəsəydik qurbanları, verəydik ehsan, mərsiyədir. Yəni, ya Hüseyin, biz bu günləri o zaman biz olsaydık, sənə kömək eləyərdik, sənin tərəfində olardık. Bu, bilirsiniz nə deməkdir? Bu günə aid deyil, bu hər gün belə olmalıdır. Bu, əgər hər gün mən bu niyyətlə, amalla yaşayırəmsə, mən İmam Hüseyndən məşhur olacağım. Hər gün, məndən dünən də demişəm bunu, İmam Hüseyin iyi gəlməlidir, İmam Hüseyin ətli gəlməlidir. Məni görən İmam Hüseyini yadına salmalıdır, İmam Hüseynin barəsində düşünməlidir. Bilirsiniz nə qədər söz var danışmağa, ürəyim doludur, partlayır. İmam Hüseynin fəzilətindən nə qədər danışmaq olar. Baxın, bir nəfər gəldi İmam Hüseyin ağanın yanına. Dedi, ağa, acam, mənim biraz pula ehtiyacım var. İmam Hüseyin ağa buyurdu ki, başdan ayağa məktəbdir də, şəhadətindən əvvəl, ta uşaqlığından ta şəhadətinə qədər. Dedi, ağa, acam, pula ehtiyacım var. Dedi, qardaşım İmam Həsənin yanına getmişsən? Dedi, yox. Dedi, məndən əvvəl onun yanına get. O məndən böyükdür. Getdi İmam Həsənin yanına, eyni sözləri İmam Həsənə dedi. İmam Həsən ağa çıxartdı, 20 dirhəm pul verdi. Gəldi İmam Hüseyin ağanın yanına, dedi, ağa, getdim Həsənin yanına, məni yola saldı, istədiyimi bəravurda elədi. Siz də məhəbbət buyurarsınız. Həzrət soruşdu, sənə nə qədər verdi Həsən? Dedi, 20 dirhəm. 19 dirhəm çıxartdı, verdi. Dedi, o mənim böyük qardaşımdır. Əxlaqa bax, ədəbə bax. Bunlar hamısı məktəbdir, bunlar hamısı dərsdir. Bir əhvalat danışacağım sizə. İnanın, o qədər ağlamışam, o qədər ağlamışam. O adam özü razı deyir, adını çəkim. Bəlkə də tanıyanlarımız var. Çünki bəzi əzizlərimiz var ki, deyirlər, belə şeyləri danışmayın, amma sözün əhli var. Hər yerdə hər sözü danışmazlar. Bu məscid əhli, həmişə gördüyümüz adamlar. Zikri müsibətə yığışmışıq bura. Mən ki, dedim, bizim İmam Hüseynin tərəfdarlarıyıq. Kaş bugün bu dəmdə olaydıq Kərbəlada. Hər gün bu şuarla yatırıq, bu şuarla oyanırıq, bu şuarla yaşayırıq. Oturanda ya Əli, duranda ya Əli, ya İmam Hüseyin, ya Əbəlfəz. Deyir, müharibədə, bu 44 günlük müharibədə bir cavan oğlandı danışır, çox mömin, dindar oğlandı. Sağdır, qazidir özü də, yaralanıb. Özü də bir rükət qəzə namazı yoxdur, qəza orucu yoxdur, elə uşaqlıqdan mömin, pak, mütədəyyin, savadlı oğlan, xurafatçı da deyir, nağıl danışan adam da deyir, varaq adam var ki, elə yatır, elə yuxu görür. Mən şəxsən özümə görə deyirəm, mən yuxu görən adam deyirəm. Yuxu görən, ayda ildə bir dəfə birdən yuxu görərəm, o da yadımda qalmır heç. Tez durub birində danışmasam yadımda qalmır, özümə görə. Amma adam var elə hər gecə yatır, hər gecə də yuxu görür, özdə kino, saatlarla danışır, qutarmır. Bu elə adam deyir amma. Deyir, cəbhə bölgəsi, ön cəbhə, müharibənin qızğın vaxtı. Əməliyyat deyir, başlamamışdan əvvəl mən o əskərlərə moizə elədim, nəsihət elədim, roza oxudum. Ruh yüksəkliyi yaratdım, Əbəlfəzl ağadan danışdım, İmam Hüseyin ağanın şücaətindən danışdım. Hətta deyir, neçə nəfər sünni rayonlardan, zonalardan olan uşaqlar da koşulmuşlar, bizə ağlayırdılar. Onlar məlumatsızdılar.
Onlar dedilər, nə yaxşı sən bizi tanış elədin İmam Hüseynlə. Çox sevinirdilər ki, biz İmam Hüseyni tanıdıq. Biz bilmirdik, bizə deyən olmamışdı. Onlar deyir, namaza başlamışlar bizi ilə bahəm bir yerdə, o hərbi hissədə. Deyir, əməliyyat başladı. Əməliyyat deyir, tökürlər bombanı başımıza. Əməliyyatın o şirin, qızğın, belə deyək, yerində. Göz gözü görmür. Deyir, gördüm bir başı çadıralı xanım, o da iş görür bizim əskərlərlə bahəm. Nəyisə götürür, qaldırır, aparır, bizə kömək eləmək niyyətindədir. Deyir, yaxınlaşdım, deyir, dedim, xanım, siz kimsiz, burada neyiniyirsiniz? Qadının burada nə işi var? Müharibə qadın üçündür. Biz varıq hələ. O yaralanmışdı. Deyir, mən kolmadan ayılandan sonra düşündüm bu barədə. Orada bilmədim. Deyir, o xanım dedi ki, mən Zeynəbəm. Nə olar kömək eləyəndə, siz mənim qardaşıma nə qədər kömək eləmişsiniz? Sözə bax, sən indi bura gəlməyindən İmam Hüseynin köməkçilərindən səni. Deyir, dedim, mən Zeynəbəm. Nə olar kömək eləyəndə, siz mənim qardaşıma nə qədər kömək eləmişsiniz? Biz sayımız çoxalmaqla İmam Hüseynə kömək eləyirik. Bir nəfərdir, gördüm İmam Hüseyn ağanı yuxuda. Gördüm İmam Hüseynin bədənində o qədər yara var, cərahət var. Amma məclisdə bu tərəfdə insanlar ağlayır. Ağlaya-ağlaya İmam Hüseyn ağanın yaraları sağalır. Dedim, ağa Yasin, nə əcəb, nə yaxşı yaralarımız sağalır. Dedi, sizin göz yaşlarınız mənim yaralarımın mərhəmidir. Amma deyir, gördüm bir böyük yara var, o yara sağalmır. Ya Əbu Abdillah, bu nə yaradır belə? Dedi, bu oğlum Əli Əkbərin yarasıdır. Dağı, cavan dağı çox çətindir. Əhl-i Beyti o zalim indi istəyir əsirlikdən azad eləsin. İstəyir əsirlikdən azad eləsin. Gecələr yata bilmirdi. O deyirləri qarabasmalar. Gic olmuşdu, ağlı az qala çıxırdı başından Yezidin. Yata bilmirdi, qulağına səslər gəlirdi. Hətta tarixçilər yazır, biz mənzil-mənzil əsirləri aparanda, gətirəndə, neçə dəfə bu mənzillərdə baş verib. Deyir, dirsəkdən bir qol peyda oldu, divara yazdı. Bu aqibətlə necə yaşayacaq Hüseyn qatilləri? İmam Hüseynin əmmaməsini başından oğrayıb aparan başına qoydu ki, xeyir tapar, ağlı çıxdı başından. Bel bağısını açdı belindən bir nəfər İmam Hüseynin cənazəsinin üstündən. Bağladı belinə, beldən iflic oldu. Bir nəfər deyir, gördüm bir nəfər kör adamdır, yapışıb Kəbənin aslarından. Deyir, ay Allah, bağışla məni, ay Allah, bağışla məni. Deyir, çığırır özü də, ağlayır. Sonra deyir, axırda deyir ki, bilirəm amma məni bağışlamayacaqsan, əff eləməyəcəksən. Deyir, çox narahat oldum, yaxınlaşdım o adama, dedim, sən axı Allahın rəhmətindən niyə görə bu qədər məyussan, naümidsən? Sənin günahın nə qədər çox olsa Allahın rəhməti çox böyükdür. Bu sözü demə. Deyir, dedi, yox, sən bilmirsən axı mən nə iş görmüşəm. Nə iş görmüşsən? Dedi, gecələrin biri yatdım. Yuxuda deyir, dedilər mənə ki, Allahın Rəsulü, Peyğəmbər səni çağırır. Deyir, dedi, mənim onu ilə nə işim var? Deyir, qulaq asmadılar, məni tutdular, iki məmur, tutdular, darta-darta, sürüyə-sürüyə apardılar. Gördüm, Allahın Rəsulü əyləşib. Qabağında bir teşt var. Teştin içində dolu qan. Deyir, salam verdim, salamımı almadı. Peyğəmbər Əkrəm başını qaldırdı, dedi, Allahın düşməni, mən sənə neynəmişdim, balalarımın qanını tökdün? Deyir, dedim, ya Resulallah, mən balalarımın qanını tökmədim, mən getdim, qoşuldum o Yezidin qoşununa, iştirak edeyim o müharibədə, amma mənə növbə çatmadı. İş-işdən keçmişdi mən ora çatanda. Deyir, dedi ki, qoşunun qaraltısını çoxaltdın, onların sayını çoxaltdın,
onlara qoşulmaqla saylarını çoxaltdın. Dedim, bəli. Ondan deyir, Peyğəmbər Əkrəm əlini vurdu təştin içindəki qana, çəkdi mənim gözlərimə. Oyandım, gördüm gözlərim kördür. Bunların aqibəti. İndi o zalim gecə dəli olub yata bilmir. Yatmaq üçün ağlına başqa bir şey gəlmədi. Zaten onsuz elə içirdi. Ama biraz değil çok içmeye başlamıştı. Mest adam da rahat yatır axı. Ha? Yatsın, eşitməsin, qulağına bir şey ses gelmesin, gözüne bir şey görsənməsin. Ama yata da sayğılıydı, oyaqlıqda da sayğılıydı. Mənim Hüseynlə dedi nə işim, mənim Hüseynlə nə işim. Canından bezmişti, təngə gəlmişti. Başa düşmüştü alçaqlığını, şərəfsizliyini. Qərara gəldi ki, əsirləri azad eləsin. İmam Zeynül Abidini çağırdı. Ağlasın bu nöqtəyi ağla ki, İmam Zeynül Abidini çağırdı, dedi azadsız gedin. Gedin, mən rahat olum. Xanım Zeynəb kidir, nigarandır. O hər dəfə İmam Zeynül Abidini çağıranda ya çağırtdıranda o da gedirdi, ayrılmırdı. Çünki İmam Hüseyin ağa tapşırmışdı, xanım Zeynəbə tapşırıq vermişdi. Bacı bunları sənə tapşırıram əmanət. Xanım Zeynəb gəldi, dayandı. Gördü o zalim deyir İmam Zeynül Abidinə ki, azadsız gedin. İmam Zeynül Abidin əleyhissalam ağladı. Ağladı. Dedi, indi ki azadıq, səndən bir neçə şey var, onları istəyirəm, ver gedək. Baxın bura, sözə baxın. Sələvat zikr elə. Dedi, nə istəyirsən? Dedi, atamın başını. Atamın başını, o zalim İmam Hüseyin ağanın başını artıq gizlətmişdi. Da aşkar gəzdirmirdilər heç yerdə. Gizlətmişdi, qorxurdu. Hələ bilmirdi o başına nə iş görsün, gizlətmişdi. Xilafəti üçün, sarayı üçün, taxtı tacı üçün qorxurdu artıq. Laxlamışdı ayaqları. Bilirdi ki, axırı çatıb. Bu iş onun axırına çıxacaq. Deyir, yalandan İmam Zeynül Abidinə dedi ki, bilmirəm hardadır baş. Deyir, İmam Zeynül Abidin əleyhissalam üzünü dayandığı yerdə bir istiqamətə yönəltdi. Dedi, Əssəlamu əleykə ya Əba Əbdillah. Gördü, pərdənin dalından səs gəldi. Əleykəssəlam ya vələdi. Məlum oldu ki, sarayda da elə o gizlədir, başı vermək istəmir. Ondan dedi, xanım Zeynəb gəldi qabağa, dedi, zalim sən bizi azad edirsən, sən kim olasan ki bizi azad eləyəsən, mən səni azad eləmirəm, mən sənin yaxından əl çəkən deyirəm. Dedi, nə istəyirsən məndən, qışqırdı, çığırdı. Dedi, qoy mən deyim indi nə istəyirəm. Qardaşım balası imamım dediği kimi qardaşımın başını verməlisən. Bizdən qarət elətdirdiyin əşyaları qaytarmalısan. Bir də əl-əlxüsus qardaşımın o sonuncu köynəyi, neçə parə qadına bələşmiş köynəyi var ha, onu qaytarmalısan mənə. Ən əsas, bu sarayı ki bəzətdirmişdin, burada şadyanalıq məclisi keçirtdirirdin, bizi bura daxil edəndə, mən burada əzaz saxlamasam gedən deyirəm. Mən burada qardaşıma ağlamasam gedən deyirəm. Xanım Zeynəb 3 gün onun sarayında qara bəzətdirdi, əzadarlıq elədi. İmam Zeynül Abidin əleyhissalam bayaq rozasını oxudum. Gəldilər, çatdılar Kərbəlaya. Xanım Zeynəbin xahişi ilə. Gəldilər, çatdılar Kərbəlaya. Gördülər, Həzrətin qəbri, indi gördüyünüz qəbir hara? O qəbir hara? Baxın, toz, torpaq, tikan, Kərbəla belə dördü. Toz, torpaq, tikan, bir dənə müxtəsər baş daşı üstündə yazılmışdı, bu Hüseyin İbni Əlinin qəbridir. Gördük Cabir qəbrin üstündə. Qoy Cabirdən deyim sizə. Cabir Ətiyyə var idi köməkçisi, onun vasitəsi ilə gözləri görmürdü, Cabirin kör olmuşdu. Gəlmişlər, çatmışlar, Fərat çayında qusl elədi, təmiz paltarlarını giyindi, özünə ətir vurdu. Dedi, Ətiyyə, tut əlimdən, apar məni Hüseynin qəbrinin üstünə.
Ətiyyə onun köməkçisi idi, götürdü, gəldi, çatdı. Dedi, əlimi qoyum Hüseynin qəbrinin üstünə, göz görmür axı. Ətiyyə kömək elədi, əlini qoydu qəbrin üstünə. İmam Hüseyn ağa ilə də çox dost idi Cabir. Deyir, Cabir qışqırdı ucadan 3 dəfə. Ya Hüseyn, ya Hüseyn. Ətiyyə də Cabirlə çox ağladı. Amma gördü səs gəlmir. Cabir öz-özünə dedi, Cabir, necə səs gəlsin sənə? Bir halda ki, onun boğazının damarları kəsilib. Ya Hüseyin dosta cavab verməz. İmam Zeynil Abidin əleyhisselam Cabirlə görüşdü. Cabir Peyğəmbərin salamını çatdırdı İmam-ı Məhəmməd Baqirə. Amma deyir, xanımlar gəldi, çatdı. Bayaq Həzrəti Zeynəbdən dedim sizə. O ürəyi yanan, ürəyi dağlı xanımlar hərə bir qəbrin üstünə düşüblər, ağlayırlar. İmam Zeynil Abidin əleyhisselam dayanıb kənarda. Deyir, gözüm bir nəfərə sataşdı. Gördüm o avara gəzir, bilmir axı hardadır qəbrinin yeri. Deyir, kim idi o? Cənab Əli Əsqərin anası Rübabdır. 6 aylıq balası üçün gəzir. Əla lənətillah və ələl qovmiz zalimin və səyələmullezine zələmu əyyəmun qələbiyyən qəlibun. Xudaya, xudavəndə ağladıq ya qəmgin olduq. Qiyamət günü ağlatma.